Sual 1. Təkliflərdən hansı doğru deyil soruşur. Yəni biz yanlış təklif axtarmalıyıq burada. A bəndə yazıb 2 cüt ədədin hasili cüt ədəddir. Bəli, məsələn 2-yi vurulsun 6 edir 12. 2 dənə cüt ədədi vurdum, cüt ədəd. Demək bu təklif doğrudur. B bəndi. 2 tək ədədin hasili tək ədəddir. Məsələn 3 vurulsun 5. 2 dənə tək ədədi bir-birinə vurdum, etdi 15. Bu da doğrudur. C bəndi. Tək ədədlə cüt ədədin hasili tək ədəddir. Gəlin yoxlayaq. Məsələn, tək ədəd 5, cüt ədəd 4. 5-i 4-ə vurdum, 20 elədi. 20 cüt ədəd. Bu səhvdir. Demək, bu təklif səhvdir. Çünki təklə cütün hasili cüt eləməlidir. Niyə cüt eləməlidir? Çünki 2-yə bölünməlidir. Axı, yəni vuruqlardan biri 2-yə bölünürsə, hasil də 2-yə bölünməlidir. Ona görə nəticə cüt eləməlidir. Deməli, doğru cavab C bəndidir. Yəni, C bəndindəki təklif yanlışdır. Sonra sual 2-yə baxaq. Təkliflərdən hansı həmişə doğru deyil? Yəni, bəzən doğru olur, bəzən yanlış olur da, həmişə düz deyil. A bəndində nə yazıb? Hər biri 5-ə bölünən natural ədədlərin cəmi də 5-ə bölünür. Bəli. Çünki hər biri 5-ə bölünürsə, o toplananlardan mən 5-i ortaq vuruq kimi çıxara bilərəm. Və 5-i ortaq vuruq çıxarda bildiyimə görə alınmış cəm də 5-ə bölünəcək. Məsələn, bax, 20, üstə gəl 25, məsələn, üstə gəl 35, üstə gəl 45. Fikir verin, burada bütün toplananlar 5-ə bölünür. Deməli, bu cəm də 5-ə bölünəcək. Niyə? Çünki mən buradan 5-i ortaq vuruq çıxarsam, 4 üstə gəl 5, üstə gəl 7, üstə gəl 9. Yəni, mötərizənin içərisində neçə eləyir eləsin. Bu hasildə, cavabda 5 vurğu olduğuna görə nəticə 5-ə bölünəcək. Deməli, bu təklif həmişə doğrudur. Bizə lazımdır, həmişə doğru olmasın. Bəzən doğru olsun, bəzən yanlış olsun. B-də nə yazıb? Cüt ədədlərin cəmi cüt ədəddir. Bu doğrudur. C. Natural ədədlərin nisbəti natural ədəddir. Bu təklif səhvdir. Bəzən düzdür, bəzən səhvdir. Məsələn, 8-i 2-yə bölsəm 4 qalar. Oldu doğru. Amma 2-ni 8-ə bölsəm 4 kəsir ədəd qalacaq, natural qalmayacaq. Yəni, natural ədədləri bölən zaman bəzən düz olur, bəzən natural cavab alınır, bəzən isə rasional cavab alınır. Sonra növbəti 3-cü suala baxaq. M və N tək ədədlər olarsa, ifadələrdən hansının qiyməti cüt ədəd olar deyir. Demək, uşaqlar, M və N təkdirsə, biz burada nə edirik? M-ə və N-ə özümüzdən qiymətlər veririk. Tutaq ki, M olsun 1, N olsun 3. Hər ikisinə tək qiymət verdim. Və başlayıram cavabları bir-bir yoxlamağa. Görək hansının cavabı cüt eləyəcək. M-in yerinə 1 qoyacam, N-in yerinə 3 qoyacam. A bəndini yoxlasaq. C bəndi. Nə olacaq? C bəndi. Bəli, C bəndi. 4. Bəli, çünki biz bilirik ki, 2 tək ədədin cəmi cüt ədəddir. Ona görə C bəndi doğrudur. 4-də nə deyir? İfadələrdən hansının qiyməti N-in bütün natural qiymətlərində tək ədəddir. Şöyle biz bilirik ki, tək ədəd üstə gələk cüt ədəd bərabərdir tək ədəd. Yəni tək ədəddən cüt ədədi toplayanda tək edir. Burada da hansı tək üstə gəl cütdürsə doğru cavab odur. B bəndinə baxın. 2 vurulsun n kvadratı. N-in kvadratı neçə olur olsun. Həmin ədədi 2-yə vuranda cüt eləyəcək. Və cütün də üstünə 3 də təkdir axı. Cütün üstünə tək gəlsəm, bunun cavabı etmiş olacaq tək. Yəni B bəndi həmişə təkdir. 5-ci sual. 24-dən böyük olmayan 2 rəqəmli ədədlər içərisində 24 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var? Bu yadınızda düsturu var idi. Ədədi sadə vuruqlara ayırırdıq. 24-ü bölürük 2-yə, 12, 2-yə bölünür 6, 2-yə bölünür 3, 3 də 3-ə 1. Bu sual niyə gəlib bura düşünmür? İndi 24-dən böyük olmayıb, 24 ilə qarşılıqlı sadə ədədlər nətər tapırdıq? 24 vurulsun, 24-ü vururduq. 1 çıxılsın 2-də 1, 1 çıxılsın 3-də 1. Hər sadə vuruqdan birini götürüb 1-dən tərsini çıxırdıq. 24 vurulsun, 1-dən 2-də 1 çıxanda 2-də 1, 1-in də əvəzinə 3-də 3 yazanda 3-də 3-dən 3-də 1 çıxanda 3-də 2. Bu 2-lər getdi, 24 ilə də 3 getdi, 8. Deməli 24-dən böyük olmayan, 24-dən böyük olmayan nə deməkdir? Ya 24 olsun,
ya da 24-dən kiçik olsun. Demək 24 və 24-dən kiçik 24 ilə qarşılıqlı sadə olan 8 dənə ədəd var. Doğru cavab A bəndi. Yox, burada biz bir şeyə yanlış dedik uşaqlar. 2 rəqəmli deyir axı. 2 rəqəmli dediyinə görə 24 ilə 1 də qarşılıqlı sadədir. 5 də qarşılıqlı sadədir. 7 də qarşılıqlı sadədir. Bunları çıxırıq. Çünki bunlar bir rəqəmdir. Deməli, doğru cavab 5 dənə. 5. Hə, 2 rəqəmli deyirdi. Orada mən 2 rəqəmli sözdən fikir vermədim. Sonra 6-cı suala baxaq. X, Z üstü xət vurulsun. 4y z üstü xət bərabərdir 7344 bərabərliyində x üstəgəl y üstəgəl z cəmini tapın. Yaxşı, burada uşaqlar bir araşdırma aparmalıyıq. 2 rəqəmli ədədi vurmuşuq 3 rəqəmli ədədə 7344 alınıb və 7344-ün son rəqəmi 4-dür. Və bu rəqəm 2 rəqəmli ədədlə 3 rəqəmli ədədində son rəqəmləri eynidir. Hər ikisi z-dir. Yəni hansı biz tapmalıyıq ki, hansı ədədin özünə vuranda 4 ilə bitər? Deməli, z ya 2-dir, ya da ki 8-dir. 8. Z ya 2-dir, ya 8-dir. Yəni tam dəqiq bilmirik hansıdır. Ya 2-dir, ya 8-dir. İndi biz bunların hər ikisini yoxlamalıyıq. Deməli, oldu x2 vurulsun 4y2 üstü xət. Bunları vurmuşuq 7344 ya da ki belə olacaq x 8 4y8 üstü xət bərabərdir 7344. Görə indi burada hansı doğru olacaq, hansı yanlış olacaq. İndi 7344-ü burada x2-dir də. Fərz eləyək ki, x1 olsa, onda bu birinci vurğumuz bu 12 olmalıdır. İndi 7344-ü bölürəm 12-yə. 12-yə bölsəm ikinci vurğu tapmış oluram da bunu. Yəni x-i 1 götürdüm, oldu 12. 7344-ü 12-yə böldüm, 612 düşdü. Düz olmadı. İkinci vurğumuz 400 daxil. Sonra x-i götürürəm, demək 12 götürdüm, alınmadı. 22 olsa görək neçə olar? 7344-ü bölürəm 22-yə. Bölünmür. Deməli 22 də ola bilməz. 32 götürsəm, 7344-ü 32-yə bölsəm, yenə tam bölünmür. Digər vuruq natural daxil, kəsir deyil. 32 də olmur. 42 götürürəm. 7344-ü bölürəm 42-yə. Yenə bölünmür. Hətta daha kiçik ədəd alınır. 400-dən kiçik ədəd alınır. Deməli Z2 olanda x-in yerinə qoyduğum qiymətlərin heç biri ödəmədi. Deməli Z2 götürə bilmirəm. Z2 8 götürməliyim. Onda 18 götürsəm, x-in yerinə yenə 1 yazdım. 18 götürsəm görək 7344-ü bölürəm 18-ə düşür 408. Bəli, bu ödəyir. 18 vuranda bu da 408 eləyir. 7344-ü verir. Onda biz belə nəticəyə gəldik ki, x 1-dir, y 0-dır, z də 8-dir. İndi bizdən bunun cəmini soruşur. 1-in üstünə 0, 1, 0, 10 üstünə 8. Bəli, cəm eləyəcək 9. Doğru cavab olacaq B bəndi. Sonra keçirik 7-ci suala baxaq. İfadəsinin qiyməti tək ədəddir. A daxildir M. Yəni A burada naturaldır. İfadələrdən hansının qiyməti cüt ədəddir? Uşaqlar, bu ifadə yuxarıda verilən ifadə təkdirsə, gəlin A-nın yerinə bir dənə cüt ədəd qoyaq, bir dənə tək ədəd qoyaq. Görək hansında tək eləyir. Məsələn, A-nın yerinə 2 qoysam, 7 dəfə 2-in 14. 14-dən 3 çıxsam, 11 kvadratı 121. 121. Tək elədi. Tək. Deməli, A-nın yerinə 2 yazdım. İndi A-nın yerinə gəlin 1 yazaq. 7 dəfə 1-in 7. Çıxdım, 4 kvadratı 16. A-nın yerinə 1 yazanda ifadənin qiyməti 16 eləyir. A-nın yerinə 2 yazanda ifadənin qiyməti 121 eləyir. Belə nəticəyə gəldik ki, 7A çıxılsın 3 mötərizə kvadratı ifadəsində A cüt ədəd olmalıdır. Çünki A-nın yerinə tək qoyanda bu ifadənin cavabı cüt eləyir. Düz yanır axı. Bizə deyir ki, bu ifadə təkdir. Ona görə A-nın qiyməti cütdür. A-nı elə 2 götürdüm.
İçini gətirib cavablarda hamısında bir-bir yerinə qoyub yoxlayacağam. Görüm hansı olacaq. Elə baxanda görürük də B Bir bəndi. B bəndi. Çünki 5 B dəfə 2 10, onun üstünə 2 12. 12. Digərlərində hansında içini yerinə qoysaq alınmayacaq. Deməli, Hı. doğru cavab oldu B. Həmçinin 8-də eyni qayda ilə tapacaqsınız. Özünüz araşdırarsınız. 9-da nə deyir? X cütdür, Y təkdir. İfadələrdən hansının Yerine qiyməti təkdir? Demək, X-in yerinə bir dənə cüt ədəd qoyarsan, məsələn 2, Y-in yerinə tək ədəd, məsələn 3. Başlayacaqsan bir-bir variantlarda yerinə qoyub yoxlamağa, görün hansı nəticə doğru olacaq. Şeyden de olur. Aha. Sonra keçdik 10-cu suala. X cüt, Y Onunla eyni tək qaydadır. olduqda. Yenə eyni qayda ilə bunu da özünüz yaza bilərsiniz. 11-də 11. aha. Gəl 12-ni yazaq. A plus B cəmini soruşur. Şöyle üstü xəttdəki bilirsiniz ki, yəni bunlar A və B arasında vurma işarəsi yoxdur. Sadəcə AB 7 və AB 3 rəqəmdir, o biri də 2 rəqəmli ədəddir. Və biz natural ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərə bilirik. 7 təkli idi, B onluqdur, A yüzlükdür. A yüzlük olduğuna görə olur 100A. Üstəgəl 11, üstəgəl 7. Çıxılsın. Bu biri də 10A üstəgəl B şəklində olur. Sadəcə qarşıda çıxım olduğuna görə 10A çıxılsın, 10A çıxılsın B olur. Bərabər 133. İndi 100A ilə 10A islah olunur, 90A qalır. 10B-dən də B çıxanda müsbət 9B qalır. Üstəgəl 9B. Bərabərdir 133. Bu şəkildə yazmış olduq. Orada 7 də var da. Orada 7 de O var. 7-ni keçirtdik sağa. 133-dən 7 çıxdıq bu şəkildə. Deməli 90A üstəgəl 9B bərabərdir 126. Sonra bütün hədlər 9-a bölündüyünə görə bütün hər tərəfin, tənliyin hər tərəfini 9-a bölürəm. Qalır 10A üstəgəl B bərabərdir 12-də 9 bir dəfə, 36-da 4 dəfə. 10A üstəgəl B bərabər 14 alındı. Şöyle AB üstü xəttin açılışı necədir? 10A üstəgəl B şəklində. Demək 10A üstəgəl B AB üstü xətt deməkdir. Onda mən burada 10A üstəgəl B-nin əvəzinə AB üstü xətt yazıram. 14-ə bərabərdir. AB üstü xətt də 14-ə bərabərdirsə, demək ki, burada A 1-ə uyğun gəlir, B də 4-ə uyğun gəlir. Yəni A bərabər 1, B bərabər 4-dür. Bizdən soruşur A plus B cəmin, o da olacaq 5. Demək, doğru cavabımız olur E. Bu şəkildə deyə bilərik. 13-cü sualda eyni onun kimi həll olunacaq. Özünüz yazarsınız. 14 biraz fərqlidir. Gəlin 14-ü eləyək. AB üstü xətt üstəgəl BA üstü xətt bərabərdir 66 vurulsun açıq B şərtini ödəyən 2 rəqəmli AB ədədini tapın. Yaxşı, AB üstü xətti 10A üstəgəl B. BA üstü xətti 10B üstəgəl A bərabərdir 66 vurulsun açıq B. Yazaq. Burada 10A ilə A islah olunur, 11A eləyir. B ilə də 10B islah olunur, 11B bərabərdir 66 vurulsun açıq B. Hər tərəfi 11-ə ixtisar eləyirəm, bölürəm. A üstəgəl B qalır solda. Sağda da 6A çıxılsın 6B. Yəni 11-ə böldüm 6 qaldı, 6-nı da vurdum mötərizələrə. B-ni sola keçirdəcəm, A-nı sağa. B üstəgəl 6B. Bu 6B-ni sola keçirdim. Soldakı A-nı da keçirdirəm sağa. Qalır 7B bərabərdir 5A. Bu şəkildə cavab aldıq. Demək, B 5'dir. B-nin yerinə 5, A-nın yerinə neçə yaza bilərik? 7. Əslində, məsələn, burada bu misal üçün B-nin yerinə 10 yazaram. A-nın yerinə 14 də yaza bilərim. Yenə də 70, 70. Nəticələr eyni olur. Sadəcə, mən burada A və B-nin yerinə bir rəqəmli ədəd yaza bilərəm. Çünki yuxarıda şərt verir, baxın, AB üstü xətt. Hər A və B bir rəqəmli ədədlər olmalı. Ona görə mən ora 5, B-nin yerinə 5, A-nın yerinə 7 yazıram. 2 rəqəmli AB ədədini, deməli, həmin ədəd olacaq, bəli, 75. Sonra 15.
15 dənəyə görə 3 rəqəmli ABC və BAC ədədləri üçün fərq 360 olarsa A üstəgəl B cəminin ən kiçik qiymətini tapın. Açılışını yazmalıyıq da, bu tipli sualların açılışını yazmalıyıq ki, nəticəni əldə edə bilək. Demək, ABC olacaq 100A üstəgəl 10B üstəgəl C çıxılsın 100B çıxılsın 10A çıxılsın C bərabərdir 360. Çıxma olduğuna görə qarşıda hamısının işarəsi dəyişdi də. Demək, 100A-nın 10-a islah olundu, qaldı 90A. 10B çıxılsın 100B, o da edir mənfi 90B. C-lər də islah olunur, C qalmadı. Bərabərdir 360. A çıxılsın B bərabərdir, hər tərəfi 90-a bölürəm. A çıxılsın B bərabərdir 4. Deməli, A ədədi B ədədindən 4 vahid böyükdür. A, B-dən 4 vahid böyükdür uşaq. Yəni, bunu yadda saxlayaq. Məsələn, deyək ki, B1 olsa, A 5 olmalıdır. 5 olmalı. B1 olsa, A 5 olmalıdır. Onda ABC ədədi neçə eləyər? Deməli, 505 1C eləyər. BAC ədədi 15C eləyər. Düzdürmü? İndi 5 1C-dən 15C-ni çıxsam, C-dən C 0, 11-dən 5, 6, 4-dən 360 qalır. Bəli. 360 qalır. Aha. Deməli, elə A-nın yerinə 5, B-nin yerinə 1 yazacağım. A plus B cəmi ən kiçik olacaq 6. 6. Sonra 16-cı sual. 2 rəqəmli AB ədədi üçün AB üstü xətt bərabərdir 2A plus 4B olarsa A plus B cəmini tapın. Demək, AB üstü xəttin açılışını yazsaq 10A üstəgəl B bərabərdir 2A üstəgəl 4B. A-nı sola, B-ni sağa keçirdim. B-ni sağa, A-nı sola keçirsəm. 8A bərabərdir 3B. 2 rəqəmli ədəddir. Burada deməli A-nın yerinə yazıram 3, B-nin yerinə yazıram 8. Yəni 6, 16 yaza bilmərəm. Çünki 2 rəqəmli ədəd yaza bilmirəm. Və A plus B cəmi olacaq 3 üstəgəl 8. Doğru cavab 11. Həmçinin 17-ci sualda eyni qaydadır. Sonra keçirik sual 18-ə. Ədədi 30-a tam bölünürsə, A-nın mümkün qiymətlərinin cəmini tapın. Demək, bu ədəd 30-a tam bölünür. 30-a bölünürsə, uşaqlar, 5-ə də bölünməlidir, 6-ya da bölünməlidir. 5 dəfə 6-ın 30 eləyir. Demək, bu ədəd 30-a bölünürsə, həm 5-ə bölünməlidir, həm 6-ya bölünməlidir. Yəni, qısa belə deyək də, həm də ki, 30-un sonu 0-dır, 30 10-a bölünür də. Deməli, bu ədəd 30-a bölünürsə, 10-a da bölünür. Əgər bir ədəd 10-a bölünürsə, onun sonu 0 olmalıdır. Biz buradan belə nəticəyə gəldik ki, bu ədədin sonuncu rəqəmi B 0-dır. Əminliklə deyə bilərik ki, B 0-dır. Çünki başqa ədəd olsa, həmin ədəd 30-a bölünməz. Çünki 30-a bölünməsi üçün həm 2-yə bölünməlidir, həm 3-ə bölünməlidir, həm də 5-ə bölünməlidir. Və 2-yə və 5-ə bölünən 10-a bölünür. Ona görə bunun sonu 0-dır. B 0-dır. Qaldı A-nı tapmaq. Yazıram A, 8, A, 0 üstü xətt. Bu şəkildə qeyd elədik. Demək, sonu 0-dır, 2-yə bölünür. Sonu 0-dır, 5-ə bölünür. Qaldı bunun bir dənə 3-ə bölünməsi. 3-ə də bölünsə, demək, həm 5-ə, həm 2-ə, həm 3-ə bölünən 30-a bölünür. Demək, 3-ə də bölünsə, əminliklə deyə bilərik ki, 30-a bölünür. 3-ə bölünməsi üçün rəqəmlərin cəmi 3-ə bölünməlidir. Burada rəqəmlərin cəmi bir dənə 8 var. Deməli, rəqəmlərin cəmi 8-dirsə, 8-in üstünə 1 gəlsəm 9 eləyər, 3-ə bölünər. 8-in üstünə 4 gəlsəm 8-in üstünə 7 gəlsəm, 8-in üstünə 10 gəlsəm, 8-in üstünə
13 gəlsəm, 8-in üstünə. Burada neçə dənə A var? 19. 4 dənə A var. Düzdürmü? Bəli. 8-in üstünə 13, sonra 16, 8-in üstünə 19, 8-in üstünə deməli 22 və bu şəkildə davam edirik də. Çünki burada niyə 2 rəqəmli ədədlər olur? Çünki A 4 dənədir. O ədədləri 4 yerə böləcəyik də. İndi burada 4 dənə A varsa, o 8-in üstünə gəldiyim ədəd elə bir ədəd olmalıdır ki, həmin ədəd 4-ə bölünməlidir qalıqsız. Çünki hər bir A-ya bölüşdürməliyik o ədədi. Onda 1 olmayacaq. Çünki 1 4 yerə bölünmür axı. 4-ü götürə bilərəm, bəli. Çünki 4 olsa hərəsinə 1 düşəcək. 7 olmaz. Çünki 7-ni 4 yerə bölünmür. 10 da olmaz, 13 də olmaz, 16 olar, bəli. 19 olmaz, 22 olmaz. 22-dən sonra neçə gələcək? 3-ü artır da 25, 28, 31, 40-a kimi ola bilər də. 28, 31, 34, 37, 40. 40-a qədər ola bilər də. Çünki 40-dan o tərəfə keçdirsə, bu 4-ünün cəmi 40-a ötürürsə, bunlardan 2 rəqəmli ola bilər axı. Hamısı bir rəqəmli olsa 40-ı keçə bilməzlər cəmi. Demək, burada ödədi 28. 40-ı götürmürəm. Çünki 40-ı götürürsəm, onda hərəsinə 10 düşməlidir. O da olmaz. Demək, 28. Demək, A-nın yerinə yaza bilərəm. Deməli, 4 oldusa, A-ların yerinə 1 yaza bilərəm. Sonra cəmi 16 eləyirsə, A-ların yerinə 4 yaza bilərəm. Cəmi 28 eləyirsə, 28-i 4 yerə bölürəm 7. Yəni, mən orada A-nın yerinə 1 yaza bilərəm, 4 yaza bilərəm, bir də 7 yaza bilərəm. Deyir, mümkün qiymətləri cəmin tapın. Toplasam neçə edir? 12. Bu şəkildə tapa bilər. Yəni, araşdırıb nəticəni əldə eləmək olar da belə. Yəni, bunun yolu da belə. Sonra 19. X, Y 06 üstü xətt bölünsün X, Y bölmə əməlində natamam qismət A və qalıq B olarsa, AB hasilini tap. Şöyle, gəlin buna oxşar bir ədəd yazaq. Məsələn, 2406 bölünsün, neçəyə böləcəyik bunu? 24. Aysa. Fikir verin, ikisində də X, Y-dir də. Məsələn, mən X, Y-in yerinə 24 yazsam, bu bir deyil. Olacaq 2406 bölünsün 24. Gəlin 2406-nı 24-ə bölək. Görək, neçə düşür? 2400-də 24 100 dəfə düşür. Qalıq neçə qalır? 6. Yəni 2400 bölünür, 6 qalıq qalır da. Demək, burada da qayda bu misala baxsaq, bu 6 qalıqdır. Bəli. Çünki o X, Y bölünür, özdəki neçə dəfə düşdü? 100 dəfə. Demək, burada da X, Y böləndə bir dəfə düşür və orada 2 dənə 0 gəlir yanına. Yəni, A deyir ki, qismət A-dır. Qisməti nə tapdıq? 100. Qalığı neçə tapdıq? 6. Deyir ki, AB hasilini tapın. 6-nı da 100-ə vururam, olur 600. 600. Aha. 20-ci sualda eyni qayda ilə gedəcək. 21-ci sualda AB üstü xətt. Görə 21-ci sualda nədir? 2A üstəgəl 5B olarsa, AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın. Gəlin biz həmin ədədləri tapaq, sonra fərqini hesablayaq. Açılışını yazıram. 10A üstəgəl B bərabərdir 2A üstəgəl 5B. Demək, 10A-dan 2A-nı çıxıram, 8A bərabərdir 5B-dən B-ni çıxıram, 4B. Belə yazdıq. Burada deməli A ola bilər 4, B olacaq 8. Onda AB ədədi olacaq 48. 48. Ən böyüyü bu ola bilər. Çünki B-nin yerinə 8-dən 2 dəfə artırsam hərəsin, onda B 16 olur, alınmır. Sonra bu 8A bərabərdir 4B ifadəsini 4-ə ixtisar edirəm hər tərəfi. Qalır 2A bərabərdir 1B. Onda A olur 1, B olur 2. Düzdür? Onda AB ədədi olur 12. Demək, AB ədədi ən böyük 48 ola bilər.
Ən kiçiyi 12 ola bilər. Onun ən böyüyünün ən kiçiyinin fərqi edəcək 36. 36. 48-ə 12 çıxıram. Doğru cavab olur 36. Sonra keçək sual 22. 5940 ədədi 5 rəqəmli A, B, C, D, E və digəri ədədlərin fərqinə tam bölünürsə, B çıx D fərqinin ala biləcəyi qiymətlərin cəmini tap. Demək 5940 ədədi bunların fərqinə bölünür. Gəlin onun açılışını yazaq, fərqini hesablayaq, görək onun fərqi nə eləyəcək. Deməli, açılışını yazsam təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 min dənə A. Üstə gəl 1000 B. Üstə gəl 100 C. Üstə gəl 10 D. Üstə gəl E. O birisi eləyəcək 10.000 A. Üstə gəl D'dir də. 1000 D. Üstə gəl 100 C. Üstə gəl 10 B. Üstə gəl E. Sonra yuxarıdakını aşağıdakını çıxıram. Demək çıxan zaman 10.000 A'lar islah olundu. 100 C'lər islah olundu. E'lər islah olundu. Onlar 0 elədi çıxanda. Demək burada 1000 B'dən 10 B çıxanda qalacaq 990 B. 10 D'dən də 1000 D'ni çıxanda mənfi 990 D. Cavab qaldı bu. Bu da olur 990 vurulsun B çıxılsın D. Bu şəkildə aldı. İndi 5940 ədədi bu fərqə, yəni 990 vurulsun B çıx D-yə tam bölünür. Şöyle 5940'ı demək bu cavaba bölünürsə, bu ifadəyə bölünürsə, burada onu ayrıca qeyd edeyim. Baba gördünüz yaşın içərisində. 5940 ədədi bu ifadəyə bölünürsə, deməli 990'a da bölünür də. Hasil vuruqların hər birinə bölünməlidir axı. Onda 5940'ı bölürəm 990'a. Düşür 6. Demək 5940'ı 990'a böldüm 6 qaldı. Yəni B çıx D neçədir? 6. B çıx D 6'dır. Başqa qiymət ala bilməz. 6. Yəni B çıx D 6'dırsa, bizə deyir ki, B çıx D fərqinin ala biləcəyi qiymətlərin cəmini tapın. Demək 5940'ı deyir ki, fərqinə tam bölünür. Onda 5 B çıxılsın D var ha. Bu 6 ola bilər. Yəni burada nəticə necədir? 5940 ədədi 990'a da bölünür. Və 6'ya. 990'a və 6'ya bölünür. 6'ya bölünürsə 2'yə də bölünür. 3'ə də bölünür. 1'ə də bölünür. Yəni bu B çıx D fərqi var ha. B çıx D fərqi 1 də ola bilər, 2 də ola bilər, 3 də ola bilər, 6 da ola bilər. Çünki 5940 6'ya bölünürsə bu 2 də B çıx D 2 də olsa bölünəcək. 1 də olsa bölünəcək, 3 də olsa bölünəcək. Yəni B çıx D-nin 4 müxtəlif qiyməti var və bizdən onun cəmini soruşur. Toplasaq neçə eləyər? 12. 12. Başa düşə bildiniz? Bəli. Yəni burada biri var desəydi ki, bu 990 vurulsun B çıx D 5940'a bərabərdir desəydi, 940'a bərabər desəydi, onda B çıx D yalnız 6 olardı. Çünki vuranda 5940 eləsində. Burada deyir 5940 bu ifadəyə bölünür. O ifadəyə bölünürsə, yəni belə deyim də sizə. Bax, burada yazıram. 5940 bölünsün, 990 vurulsun, B çıx D. Bölürəm, kəsirlə bölünür. 5940 ilə 990 sayıdır, 6 bölünsün, B çıx D qaldı. Bu şəkildə bir ifadə qaldı. Əgər 5940 ədədi həmin bu ifadələrin fərqinə
tam bölünürsə, bu ifadənin cavabı tam eləməlidir. Yəni natural ədəd eləməlidir. Natural ədəd eləməsi üçün də sürət məxrəcə bölünməlidir. Ona görə B çıx D 1 olsa 6 bölünər. 2 olsa, 3 olsa, bir də 6 olsa bölünər də. Başqa da olsa bölünməz. Belə yaza bilər. Bu 23-cü sual. 22-ci sual daha doğrusu. 23 də eyni onun kimi həll olunacaq. 24-ə baxaq. Görə 24-də nədir? 9 vurulsun n'in kubu bərabərdir m 0,87. Bərabərliyindən n hasilini tap. N vurulsun n bərabərdir 0. Şöyle 9'u vurmuşuq hansısa ədədin kubuna, eləyib m 0,87. Əgər 9'u nəyəsə vuranda bir cavab almışıqsa, onda m 0,87 ədədi 9'a qalıqsız bölünməlidir. Çünki 9'u vurub onu almışıq. Doğrudur mu? O m 0,87 ədədi mütləqdir ki 9'a qalıqsız bölünsün. 9'a bölünmə əlamətindən istifadə ilə m-i tapaq. Rəqəmləri cəmi 9'a bölünən ədədlər 9'a qalıqsız bölünür. 8'in üstünə 7 gəldim. 15. Onda m ola bilər 3. 15'in üstünə 3 18 eləyər. Bölünür. Sonra 15'in üstünə 12 gəlsəm 27 eləyər, yenə bölünər. 12 də ki yaza bilmərəm də m-in yerinə. M-in yerinə bir rəqəmli ədəd yazmalıyam. Ona görə m-in 3'dən başqa cavabı yoxdur. M-i tapdım 3. M-i 3 tapdımsa onda bizim misalımız belə oldu. 9 vurulsun n kubu bərabərdir 3087. Buradan n kubu bərabərdir 3087'ni böləcəm 9'a. 30'da 9 3 dəfə. 27 elədi. 38'də 4 dəfə. 36 2 qaldı. 27'də 3 dəfə. N'in kubu oldu 343. 343'də neçənin kubudur? 7'nin kubu. Bəli, 343 7'nin kubu. Düzdür. Hə. Demək n bərabərdir 7 tapdıq. M-i də 3 tapmışıq. Bizdən soruşur ki m-in hasilini tap. M 3 vurulsun 7 bərabərdir 21. Nəticə belə. Bu 24. Kiməsə nəsə aydın olmasa uşaqlar soruşun. Sonra 25. Yeddi n üstə gəl 7 və 8 n üstə gəl 2 ardıcıl cüt ədədlər olarsa, n'in ala biləcəyi qiymətlərin hasilini tapın. Ardıcıl cüt ədədlər neçə artır? 2 vahid. 2 artır da, düzdür. Yəni ardıcıl cüt ədədlər məsələn biri olsun 8, biri olsun 10. 10'dan 8 çıxanda neçə qalır? 2 qalır. Demək ki bu ədədlər ardıcıl cüt ədədlərdirsə, bunların fərqinin modulu neçə eləməlidir? 2. 2 eləməlidir. Çünki bunlar ardıcıldır. Birindən o birini çıxanda. Amma mən bilmirəm də burada kiçik hansıdır, böyük hansıdır. Yenə də 2 eləyir da. Necə? Yenə də 2 eləyir. Belə deyim də, mən bilmirəm də burada böyük hansıdır, kiçik hansıdır. Yəni bilsəm ki 8n üstə gəl 2 böyükdür, 7n üstə gəl 7 kiçikdir. Onda 8n üstə gəl 2-dən 7n üstə gəl 7-ni çıxıb 2-yə bərabər eləyərəm. Bilsəm ki 7n üstə gəl 7 böyükdür, o biri kiçikdir. Onda birincidən ikincini çıxıb 2-yə bərabər eləyərəm. Amma bilmirəm hansı böyük. Ona görə burada da görürsünüz yazıb n'in ala biləcəyi qiymətlərin hasilini tapın. Yəni burada da biz ikisini də qeyd eləməliyik. Yəni 8n üstə gəl 2-dən nəyə çıxacam? 7n üstə gəl 7-ni. Bundan bunu çıxsam neçə qalmalıdır? 2. Eləmi? Bir də 7n üstə gəl 7-dən 8n üstə gəl 2-ni çıxsam yenə də 2 qalmalı. Yəni bunlar ardıcıl cüt ədəddirsə fərqi 2-dir. Amma hansı böyükdür, hansı kiçikdir bilmədiyimə görə bir dəfə qəbul edirəm ki 8n üstə gəl 2 böyükdür. Bir dəfə də qəbul edirəm ki 7n üstə gəl 7 böyükdür. Hər ikisini araşdıracağam. Mötərizələri açsam 8n-dən 7n-i çıxsam n, 2-dən də 7-ni çıxsam -5 bərabərdir 2, n bərabərdir 7. Burada n 7-dir.
İndi ikincini həll eləyək. Mənfi n, mötərizə ansanda 7-dən 8 çıxanda mənfi n, 7-dən 2 çıxanda çıxılsın 5 bərabərdir 2. Burada mənfi n bərabərdir. Bu 5-i sağa keçirtdim. Oldu 7. N bərabərdir mənfi 7. Mənfi. Aha. Burada n-in ala biləcəyi qiymətlərin cəmini tapın. Bu 26-cı sualdır da, hə? Bəli. Yox, 25-ci sual. 25. N-in ala biləcəyi qiymətlərin cəmi neçə oldu? Biz burada nəsə yaddan çıxarmaq düz elədik. Qiymətlərin hasilini. Nəyin soruşur? Qiymətlərin hasilini. 25-də. Hasilini. Hə, bir dəfə n-i 7 tapdıq, bir dəfə də mənfi 7 tapdıq. Bəli. 8 n üstə 7. Deməli çıxdım n, 2-dən 2, 5. Bir dəfə də 7-nin üstə gəl 7-dən. 8-in üstə gəl 2-dən çıxdım. Bir də mənfi n. Hə, burada 7-dən 2 çıxanda müsbət 5 qalır, xahiş olur. Deyirəm, burada yanlışa yol verdik də. Olda bilər, işarə səhv edir. 5-i sağa keçirdik. 2-dən 5 çıxanda mənfi 3. Mənfi n bərabər mənfi 3. Hər tərəfdən mənfini atdım. N bərabərdir 3. Hə, demək, n 7 ola bilər. Bir də 3 ola bilər. Bizə deyir ki, n-in mümkün qiymətlərin hasilini tapın. 7 vurulsun 3, 21. Doğru cavab 21. Həmçinin də 26-cı sualda eyni qayda ilə həll edə bilərik. 27-yə baxaq. Nə deyir görək? 2 rəqəmli ədədin təkliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. Bu 2 rəqəmli ədədin rəqəmləri cəminə hasili bu 2 rəqəmli ədədin rəqəmləri cəminə hasili 144 olarsa, bu ədədi tapın. Bizim 2 rəqəmli ədədimiz olsun AB üstü xətt. Deyir ki, təkliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. Bunun təkliyi B-dir, onluğu A-dır. B A-dan 2 vahid böyükdür. Onda B bərabərdir A üstə gəl 2 şərtini yaza bilərəm. Bunu saxladım kənara. Bir də yazıb ki, bu 2 rəqəmli ədədin rəqəmləri cəminə hasili 144-dür. Yəni, bu 2 rəqəmli ədədin özünü AB üstü. Bunu rəqəmlərinin cəminə A üstə gəl B-yə vuranda 144 alınır. Bəli. İndi AB xətti, üstü xəttinin açılışı olur 10A üstə gəl B. Vurulsun A üstə gəl B bərabərdir 144. Və yuxarıda da qeyd eləmişdik ki, B bərabərdir A üstə gəl 2 idi. Gətirib burada yerinə qoysam, onda 10A üstə gəl B-nin əvəzinə A üstə gəl 2 yazıram. Bu bir mötərizədə də A üstə gəl B-nin əvəzinə A üstə gəl 2 yazıram. Və bu B-nin qiymətini gətirib bunları da yerinə qoydum da. Bərabərdir 144. Birinci mötərizəmiz eləyir. Bu 10A üstə gəl A. 11A üstə gəl 2. Vurulsun. Bu da 2A üstə gəl 2. Bərabərdir 144. Mötərizələri vurub açsaq. 22A kvadratı. Üstə gəl 22A. Üstə gəl 4A. Üstə gəl 4 bərabər 144. 22A kvadratı olduğu kimi qalır. Üstə gəl 22A ilə 4A, 26A. 144-də sola keçirəm, kvadrat tənlikdə çıxılsın 140 bərabərdir 0. Sonra hər tərəfi 2-yə bölə bilərəm. Bütün əmsalar 2-yə bölsəm, A kvadratı, 11A kvadratı çıxılsın, üstə gəlsin 13A, çıxılsın 2-yə böldükdə 70 bərabərdir 0. Bu şəkildə yazılır. İndi biz nə etməliyik? Diskriminantı hesablayıb A-nı tapmalıyıq. Diskriminant bərabərdir B-nin kvadratı, yəni 13-ün kvadratı 169. Çıxılsın 4A S olmalıdır. S mənfi olduğuna görə üstə gəl olacaq. Deməli 44-ü vuracağıq. 4 dəfə 11-in 44, onu da 70-ə vursaq 3080. O da bərabərdir. 3080 ilə də 169-u toplasaq eləyəcək 3249. Diskriminantı tapdıq 3249. İndi A1 bərabərdir. Mənfi B, yəni mənfi 13. Üstə gəl kök altında D.
3249 neçənin kvadratı olar? 33'ün Hə? 33'ü. Yox, 3000-dir. Bu hardasa 60-a yaxındır. 57-ni 57-yə vursaq 3300. Hə. Hə, 57-ni. Üstə gəl 57 50. mənfi üstə 2 köşəndə bölünsün 2-a, yəni 22. Burada 57-dən 13 çıxanda 44 qalır. 44-ü 22-yə böləndə 2 qalır. Digər A2-ni tapanda mənfi 13 çıx 57 eləyir. Bu mənfi eləyir, bizə mənfi lazım deyil. Çünki A və B naturaldır. Demək A 2-dir. A-nı 2 tapdım. Yuxarıda da qeyd eləmişdik ki, B-dəki A üstə gəl 2-yə bərabərdir. Onda B bərabər olur A üstə gəl 2, yəni 2 üstə gəl 2, 4. 4. Hə, bizdən nə soruşurdu? Bu ədədi tapın. A-nı 2 tapdım, B-ni 4 tapdım və mən ədədə AB demişdimsə, onda olacaq ədədimiz 24 olmuş olacaq. Belə. Həmçinin də 28-də bu qayda ilə yazıb nəticəni əldə edə bilərsiniz. Nə oldu? Kimsə çıxmışdı? Müəllim, mən idim, kompüterə əskər qoyurdum. Hə, Çıxmışdım. yaxşı. Davam edək. 28 də eyni o qayda ilə olacaq. Hı. 29-a baxaq görək. Demək, AB 2 rəqəmli ədədi üçün ifadə bərabər 7 olarsa AB hasilini tap. Sonra açılışını yazmalıyıq da burada yenə də. Məxrəci olduğu kimi A üstə gəl B-ni yazıram. AB üstü xətt 10A üstə gəl B çıxılsın. BA üstü xəttdə 10B. Qarşıda çıxma olduğuna görə işarələr dəyişdi. Bərabərdir 7. İndi məxrəci olduğu kimi yazıram. Sürəti sadələşdirsəm 10A-dan A-nı çıxsam 9A. B-dən 10B çıxanda mənfi 9B bərabərdir 7. Sonra 7-nin məxrəci 1-dir. Tənasübün əsas xassəsinə görə çarpaz vursam bunları. 9A çıxılsın 9B bərabərdir. 7-ni də bura vursam 7A üstə gəl 7B. A-ları sola, B-ləri sağa keçirdim. 2A qalacaq. 9A-dan 7A sola keçəndə işarəsini dəyişəcək. 9B sağa keçəndə müsbət olacaq. 16B. Sonra burada hər tərəfi 2 ixtisar eləyirəm. A bərabərdir. 1A bərabərdir. 8B olur. 8. Onda burada A olur 8. B olur 1. Onda AB hasili olur 8. 8. Yəni bizə A vur B-ni soruşur. Bir dəfə 8-in eləyir 8. 8. Belə qeyd edə bilərik. Həmçinin 30 da 30. eyni onun kimidir. 31-dən birini yazaq. X, Y və Y, X natural ədədləri üçün bərabər 2 olarsa verilmiş ifadə. X üstə gəl Y cəminin ən böyük qiymətini tap. Ən böyük qiymətini soruşursa, demək ki, burada X və Y bir neçə qiymət alacaq ki, onlardan biz ən böyüyünü seçəcəyik. Açılışını yazaq uşaqlar, görək nə olacaq. Sürət olacaq 10x üstə gəl Y çıxılsın Y. Məxrəc 10y üstə gəl x çıxılsın x bərabərdir 2. Y-lər islah olundu. Sürətdə 10x qaldı. Məxrəcdə də x-lər islah olundu. 10y qaldı. Bərabərdir 2. Buradan da onlar ixtisar getdi. X bölünsün. Y bərabərdir 2. Yəni burada x bərabərdir 2y. Yəni 1x bərabər 2y. Burada x ola bilər 2, y ola bilər 1. Eləmi? Bəli. Amma daha böyük qiymətlər də var. Çünki x və y 2 rəqəmli olana qədər müxtəlif qiymətlər ola bilər. Sonra bunların hər ikisini 2-yə vururam. 4 2 ola bilər. Bir də 2-yə vururam. 8 4 ola bilər. Bir də 2-yə vursam 16 eləyir. 2 rəqəmli yerləşmir. Doğru. Demək mən x-in yerinə 8, y-in yerinə 4 yaza bilərəm. Onda x plus y cəminin ən böyük qiyməti 8 plus 4 12 olmuş olur. Və bunu bu şəkildə deyə bilərik. 32 də eyni o qayda ilə gedəcək. 33. İfadələrin qiymətləri üçün uyğunluğu müəyyən edir. Demək, burada bir araşdırma aparmalıyıq. Birinci, AB üstə gəl BA. Açılışını yazsam 10A üstə gəl B. O biri olacaq 10B üstə gəl A. Bərabərdir. 10A o da A. 11A. Bu birisi də 10B üstə gəl B. 11B.
Və buradan mən 11-ə ortaq vuruq çıxarsam, 11 vurulsun A plus B tapmış olacam. Əgər bir ifadədə 11 vurğu varsa, bu o demək ki, həmin ifadə 11-ə bölünür. Yəni, 11 vurulsun A plus B ifadəsi 11-ə bölünür. Bir uyğun gəlir C-yə. Digərlərinə uyğun gəlmir. İkincini araşdırsıq. 10A üstəgəl B çıxılsın 10B çıxılsın A. Yəni, çıxanda işarələr dəyişir də. Bu da 10A-dan A-nı çıxanda 9A qalır. B-dən də 10B-ni çıxanda mənfi 9B qalır. Buradan da 9-u ortaq vuruq çıxarsam 9 vurulsun A çıxıb B olur. Və bir ifadədə 9 vurğu varsa, deməli həmin ifadə 9-a qalıqsız bölünür. Yəni bu da olur A bəndi. 2A-ya uyğun gəlir. Üçüncünü sadələşdirsəm, A üstü xət bizə nə verəcək? 110, o da 1. 111A üstəgəl, o birisi də eləyəcək 111B. Yəni B üstü xət necə asılır? 100B üstəgəl 10B üstəgəl B kimi asılır. O da 111 edir. Və buradan da 111 ortaq vuruq çıxır. 111 vurulsun A plus B. 111 vurğu varsa bir ifadədə, deməli həmin ifadə 111-ə bölünür. 3 də uyğun gəlir, E-yə uyğun gəlir. Başa düşdünüz? Bəli. Bir də ki, uşaqlar, 111 ədədi 37-yə də qalıqsız bölündüyünə görə. Onda yəni 111-i də ki 3 vurulsun 37 də yaza bilirəm. Onda 37 vurğu da olmuş olur o ifadədə. 37 vurğu varsa demək 37 də bölünür. Demək 3B-yə də uyğun gəlir, E-yə də. Nəticə belə oldu. 1C-yə, 2A-ya, 3 də B-lə E-yə uyğun gəldi. Həmçinin də 34 də eyni bu qayda ilə yazılacaq. Baxırıq 35-ə. Ətraflı yazılı cavab tələb olunan tapşırıqlardır. A, B üstü xət, üstəgəl CA, üstəgəl BC 88-dir və A, BC bir-birindən fərqlidir. ABC üstü xət ədədinin ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapmaq lazımdır. Açılışı yazaq görək nə olacaq. AB üstü xət 10A üstəgəl B kimi açılacaq. CA üstü xət 10C üstəgəl A kimi açılacaq. BC üstü xətdə 10B üstəgəl C kimi açılacaq. Bərabərdir 88. İndi oxşar hədlərimizi islah eləsək, 10A-la A oxşardır. Eləcək 11A. Sonra B ilə 10B oxşardır. 11B eləyəcək. Toplayırıq da. 10C ilə də C-ni toplayıram. 11C bərabər 88. Burada hər tərəfi 11-ə ixtisar eləyirəm. Bütün hədlər 11-ə bölünür. Qalır A üstəgəl B üstəgəl C bərabərdir 8. Və A, B, C bir-birindən fərqlidir. Yəni burada cəmi 8 eləməlidir. A, B, üstəgəl B, üstəgəl C cəmi 8 eləməlidir. Amma bir-birindən fərqli olmalıdır. Yəni A da 2, B də 2, C də 2 ola bilməz. Ola bilməz. Düz demədiyə burada 2, 3, 6 eləyir, onsuz 8 eləmir. 8 Eyni ədəd ola bilməz. Bəli, A, B, C eyni ədədlər ola bilməz. İndi burada deyək ki, ABC ədədini ala biləcək ən böyük qiymətlə ən kiçik qiymətin cəmini tapın. Şöyle ABC ədədi, 3 rəqəmli ədədi böyük qiymət alması üçün bunun A-sı böyük olmalıdır. Ən kiçik C olmalıdır. Sonra B, ən böyük A olmalıdır. Çünki böyük mərtəbədə dayanan ədəd nə qədər böyük olsa, həmin ədəd böyük olacaq. İndi mən burada necə eləyək? Sıfırdan fərqli də verməyib. Onda mən C-ni kiçik götürürəm. C-ni nə qədər kiçik götürsəm, toplananlardan biri nə qədər kiçik olsa, digər toplanan o qədər böyük olur da. C-ni 0 götürürəm, B-ni 1 götürürəm. Onda A-nın payına düşür 7. Çünki toplayanda 8 eləməlidir axı. Bax burada. Solda qeyd eləmişik də onu. Deməli, ABC ədədi ən böyük qiyməti 710-dur. İndi ABC-nin kiçik olması üçün İndi 0-dan ədəd başlamır da, onu 1 yazır. A-nın yerinə 1 götürürəm, B-nin yerinə 0 götürürəm, C-nin yerinə 7 götürürəm. Onda ən kiçik qiymət də bunun 107-dir. Və bizdən nə soruşur?
Cəmin soruşurdu da. Hə, uşaqlar, burada bircə dəqiqə. Biz burada A-nı nə götür? C-ni 0 götürə bilmərik. Burada yanlış elədik. Bax, burada axı şərtdə C-A-da var. Orada da C 0 ola bilmir. Burada C-ni 0 götürə bilmərik. Heç ona fikir vermədik. Deməli 0 götürə bilmirik bu ədədləri. Nə B-ni, nə A-nı, nə C-ni. Onda ABC üstü xətti C-ni ən azı 1 götürə bilərəm. Onda B-ni 2 götürməliyəm ki, ondan fərqli olsun. 2 üstün 1 3 A olur 5. 521. Onda ən böyük budusa ən kiçiyi də 125 olacaq da. Bunun tərsinə yazacağam rəqəmi. Toplayıram, cəmin soruşur. 6 4 6. 646 eləyə bilər bunun cəmi. Başa düşdünüz? Bax burada mən bayaq C-ni 0 götürdüm. Orada axı şərti unutmuş olduq. Yuxarıda başda verib AB, CA, BC. Burada CA üstü xətt yazısı varsa, C0 olsa onda o bir rəqəmli ədəd olaraq. Amma bunlar iki rəqəmli ədədlərdir. Ona görə orada C-ni, A-nı və yaxud da B-ni 0 götürə bilmərik. 36 da eyni o qayda ilə davam edəcək. Başa düşdünüz bunları? Bəli. Yaxşı. Sonra gəlir indi natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi gələcək. 51 dəqiqədir. Demək uşaqlar 15:54-dür. 5 dəqiqə istirahət edirsiniz. 16:00-da başlayırıq. Yaxşı, çıxmayın ha. Yaxşı mən. 5 dəqiqə dincəlin. 16:00-da başlayırıq.
Natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi. Yəqin ki, atılım qaydaları oxumusunuz da hamınız. Bəli, bəli. İndi birinci Bəli, oxumuşam. suala baxaq. İfadəsinin qiymətini hesablayın deyir. Uşaqlar, bu ifadənin qiymətini hesablamaq üçün vurmaları yerinə yetirib sonra toplama çıxma əməlini yerinə yetirmək olar. Yəni bu şəkildə cavabı tapmaq olar. Amma səmərəli üsul odur ki, birinci bu ikisini və digər bu bir ikisini qruplaşdıraram. Birinci 2 dənə toplanandan 57-ni orta vuruq çıxardaram. 57 orta vuruq çıxarsam mötərizədə 38 plus 42 qalacaq. Onları da toplayanda eləyəcək 80. Çıxılsın. Evet. İkincidə də 37-ni orta vuruq çıxarsam, daha doğrusu mənfi 37-ni orta vuruq çıxarsam, orada da yenə 38 üstə qalıb 42 edəcək. Çünki mənfini çıxardığında toplamaya çıxır. O da burada 80 olacaq. Və buradan da indi 80 də orta vuruq olduğuna görə 80-i yenə orta vuruq çıxarsam 57 çıx 37 qalacaq mötərizədə. O da 20 olacaq. 80-i də 20-yə vursam doğru cavab 1600. 1600 olmuş olacaq. Yəni B bəndi. İkinci sual da eyni onun kimi həll olunacaq. Üçüncü sual. Bölünəni 4 dəfə azaltdıqda böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın? Demək, A bölünsün B bərabərdir C. A bölünəndir, B böləndir, C qismətdir. Biz demişdik ki, yəni burada B-də A kəsildir, C-də B-də A kəsilinin qiymətidir. Yazısı demişdik, kəsirin qiyməti kəsirin surəti ilə düz mütənasib asılıdır. Məxrəci ilə tərs mütənasib asılıdır. Yəni kəsirin surəti artdıqca kəsirin qiyməti o qədər artır. Kəsirin məxrəci nə qədər artsa, kəsirin qiyməti o qədər azalır. Dəfədən söhbət gedir də burada. Məxrəc neçə dəfə azalsa, qiymət o qədər dəfə artır. İndi bölünəni 4 dəfə azaltdılar. Yəni surəti A-nı 4 dəfə azaltmışıq. Onda qismət 4 dəfə azalıb. Böləni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın? Böləni, məxrəci. Qismət 4 dəfə azalıb. İndi mən bu böləni 12 dəfə azaldım ki, qismət 12 dəfə artmış olsun. Qismət 4 dəfə azalmışdı axı. Təzədən 12 dəfə artmış olsa, nəticədə bu 3 dəfə artıq cavab alınmış olacaq. Deməli, böləni 12 dəfə azaltmaq lazımdır. Bunu belə yazmaq olar. Və yaxud da istəsəz bunu ədədlərlə də həll edə bilərsiniz. Yəni, elə ədədlər yazarsan ki, A-nı, B-ni, C-ni, Y-ni ədədlər yazarsan ki, natural ədəd cavablar alınar ki, daha rahat olsun da sənə. Belə də yoxlamaq olar. Sonra keçirik sual 4-ə. İfadəsinin qiymətini hesablayın. 100 çıxılsın 99, üstə gəl 98, çıxılsın 97, üstə gəl 96, 95 ifadəsinin qiymətini hesablayın. Uşaqlar, burada gəlin mənfi ədədləri bir qruplaşdıraq. Müsbət ədədləri bir qruplaşdıraq. Görək, nəticə necə olacaq? 100, üstə gəl 98, üstə gəl 96, üstə gəl 3 nöqtə, üstə gəl 2. Bunları bir qruplaşdırıram. Və o mənfiləri də bir mötərizə alacam. Mənfini çıxardıram mötərizə xaricinə. Olacaq 99, üstə gəl 97, üstə gəl 95, üstə gəl 3 nöqtə, üstə gəl 1. Cütləri bir qruplaşdırdım. Bax, fikir verirsə, müsbətlər cütlərdir, mənfilər təklərdir. Bu şəkildə qruplaşdırdım. İndi bu cəmləri tapmalıyıq. Bax, birinci mötərizəyə baxsaz, 2-2 azalır. İkinci mötərizədə 2-2 azalır. Bunlar nədir? Ədədi silsilələrdir. Bunlar ədədi silsilədir. Biz ədədi silsilənin cəm düsturlarını bilirik də. Onda biz bunu ədədi silsilə ilə bu cəmləri tapa bilərik. Hər bir cəmi ayrıca ədədi silsilə ilə tapıram. Sonra birincinin cavabına, ikincinin cavabını çıxaram. İndi burada deməli A1 neçədir? Birincində 100. 100. Və yaxud da 2. Yəni nə fərqi var ki, soldan sağa topladım, sağdan sola topladım da. Yəni bunu mən belə tərsinə yazsam, yəni A1-i 100 götürsəm, silsilə fərqini -2 götürəcəm. Çünki ikinci həddən birinci hədd çıxılır da. Onda AN-dəki sonuncu həddə 100-dür də.
Bəli. Gəlin eni tapaq. Biz iki ədədi silsilədə cəmi tapmaq üçün eni bilməliyik ki, düsturda yerinə qoyub hesablayaq. Demək, A-n nə idi? A1 üstə gəlinsin, n-1 vurulsun D bərabərdir A-n. Bəli. A1 neçədir? 100 üstə gəl. D də mənfi 2-dir. Onda 100 olacaq. 100 çıxılsın, 2 vurulsun n-1. A-n də ki 100-dür. Buradan 2 vurulsun, n çıxılsın 1 bərabərdir. A1 neçə idi? 100. A-n neçədir? A-n 2-dir uşaqlar. Biz burada A-n'i niyə 100 götürdük? A-n sonuncu həddir. Bu 2-dir A-n. Demək, 2-dən də 100-ü çıxdı. Mənfi 98. Hər tərəfi mənfi 2-yə böldüm. N çıxılsın 1 bərabərdir 49. N bərabərdir 50. Demək, 50 dənə burada cüt ədəd var. Yəni, burada 1-dən 100-ə qədər ədədlər yazılıb baxır. 1-dən 100-ə qədər ədədlərin 50-si cütdür, 50-si təkdir. Bunu bilirik biz. Demək, N 50-dir. Onda indi biz burada nə etməliyik? SN-i tapmalıyıq da S50-ni. SN bərabərdir A1 plus AN bölünsün 2 vurulsun N. A1 neçədir? 100. AN 2. 100 üstə gəl 2. Bölünsün 2 vurulsun 50. A1 plus AN bölünsün 2 vurulsun N. Bərabərdir. 100-ün üstünə 2, 102. Böldük 2 yerə. 51 vurulsun 50. Bu oldu birinci mötərizəmizin cavabı. İndi keçək ikinci mötərizəmizi də həll edək. Orada da birinci həddimiz neçədir? 99. Üstə gəl. Sonuncu həddimiz 1-dir də. A1 plus A1 bölünsün 2. Bununla da 50 dənə ədəd var da. 50 dənə tək ədəd var. Bu deyir 100 vurulsun, daha doğrusu 50 vurulsun 50 eləyir. Deməli, birinci oldu 51 vurulsun 50. Yəni, birinci cavabı 51 dənə 50-dir. Bu birisinin cavabı 50 dənə 50-dir. Yəni, 51 vurulsun 50, çıxılsın 50 vurulsun 50. 51 dənə 50-dən 50 dənə 50-ni çıxsaq neçə qalar? 50. 50 qalar da, düzdür. Və yaxud da bunu 50-ni ortaya vuruq çıxardıb 51 çıxılsın 1 yazsaq, 50 yazsaq, cavabımızı görürük ki, 50 eləyir. Kimdir o? Tez-tez çıxıb girir. Xədicə, sənsən? Mənim odur müəllim. Kounter mənim nəsə ayrılır, mən qoşuram ayrılır. Onda oturun bir yerdə 200 telefondan baxın da. O yadından çıxacaq, başa düşməyəcəyiz saxlarım. Sonra keçdik 5-ci suala. 5-ə baxaq uşaqlar. Böləni 8 dəfə artırdıqda bölünəni necə dəyişmək lazımdır ki, qismət 3 dəfə artsın? Yenə bayaqki kimidir də. A bölünsün B bərabərdir C. Böləni 8 dəfə artırıblar. Yəni, bölən məxrəzdəkidir. Bu 8 dəfə artdısa, qismət 8 dəfə azalıb. Qisməti 3 dəfə artırmaq üçün gərək bölünəni 24 dəfə artırasan ki, çünki məxrəc 8 dəfə artıb, sürət 24 dəfə artıbsa, nəticədə qismət 3 dəfə artmış olacaq. Yəni, 24 dəfə artırmaq lazım. Belə. Sonra keçdik 6-ya. Toğrulla Arifin 5 ildən sonra yaşlarının cəmi 29 olacaq. Onların indiki yaşlarının cəmi neçədir? Şöyle 5 ildən sonra Toğrulda 5 yaş böyümüş olur. Arif də 5 yaş böyümüş olur. Yəni bunlar 5 il müddətində yaşları cəmi 10 vahid artmış olur. Onda bunların indi yaşlarının cəmi 19'dur. Başa düşdünüz necə? Yəni 2 nəfərdirlər. 5 ildən sonra bunlar hərəsi 5 yaş böyümüş olur və nəticədə yaşlarının cəmi 10 vahid artmış olur da. Sonra 7-yə baxaq. 3 ildən sonra Anarla Kənanın yaşlarının cəmi 23 olacaq. Hərəsi 3 yaş böyüyüb. Demək 6 vahid artıb 3 ildən sonra. 23-dən 6 çıxır. İndi onların yaşları cəmi 17-dir. 17. Sonra 8.
fərq azalandan 147 vahid kiçikdir, çıxılanı tapın. Demək, A çıxılsın B bərabərdir C ifadəsində biz A-ya azalan demişik, B-yə çıxılan demişik, C-yə də C-yə fərq də fərq. demişik. Yazıb fərq azalandan 147 vahid kiçikdir. Yəni fərq hansıdır? C. Azalan A'dır. Bax bu C A'dan 147 kiçikdir. Yəni mən A'dan C-ni çıxsam 147 qalmalıdır. İndi burada da bizdən çıxılanı soruşur, yəni B-ni soruşur. Biz bilirik ki, məchul çıxılanı tapmaq üçün B-ni tapmaq üçün azalandan fərqi çıxmalıyım. Deməli, B A çıx C-yə bərabər və A çıx C də 147 olduğuna görə çıxılan elə 147 olmuş olur. Doğru cavab olur C. Sonra keçirik 9-a. Rəqəmləri müxtəlif olan 4 rəqəmli ədədlərdən ən böyüyü ilə ən kiçiyinin fərqini tapın. Bax, rəqəmləri müxtəlif olan deyil. Ən böyük 4 rəqəmli ədəd 9999-dur. Amma rəqəmləri müxtəlif dediyinə görə 9, 8, 7, 6 yazırıq. Ən kiçiyi olacaq 1 ilə başlayacaq. Sonra 0, sonra 2, 3. 1023. İndi bunların fərqini soruşur. Tapırıq. 6-dan 3 çıxıram. 7-dən 2, 5, 8-dən 0, 8, 9-dan 1, 8. 8853 olur. Doğru cavab var. Sonra keçdik 10-cu suala. 1 üstəgəl 3, üstəgəl 5, üstəgəl 3 nöqtə, üstəgəl 19 bərabər A-dır. 2221 üstəgəl 2223 2225 üstəgəl 3 nöqtə, üstəgəl 2239 cəmini hesablayın. 2221-i 2220 üstəgəl 1 yaza bilərəm. 2223-ü 2220 üstəgəl 3 yazaram. 2225-i 2220 üstəgəl 5 yazaram və s. 2239-u da 2220 üstəgəl 19. Baxın, burada da 1 üstəgəl 3, 5, 7, 9, 19-a kimi alınır və o cəmdəki A-ya bərabərdir. Deməli bu, biz burada bax 1-dir, 3-dür, 5-dir, 19-dur və 3 nöqtələrin də içərisində var da, 7 var, 9, 11, 13, 15, 17 var da. O cəmlərin əvəzinə A yazacağım və 2220-ləri də ayrıca toplayacağım. İndi 1-dən 19-a qədər neçə dənə ədəd var? Gəlin indi onu tapaq da. Özü ki, 2-2 artır da. Ədədi silsilə ilə tapsaq, birinci həddimiz neçədir? 1. 1. Silsilə fərqimiz neçədir? 2. A-nin neçədir? 19. Onda A-nin nədir? A1 plus D vurulsun n-1 bərabərdir A-nin düsturuna görə. A1 neçədir? 1. Üstəgəl 2 vurulsun n çıxılsın 1 bərabərdir A-nin, yəni 19. 2 vurulsun n çıxılsın 1 bərabərdir. 19-dan 1 çıxıram 18. N çıxılsın 1 bərabər 9, n bərabərdir 10. Deməli, 1-dən 19-a qədər 1, 3, 5-də tək ədəd neçə dənə? 10 dənə tək ədəd var. Yəni, bunu belə edirik da. 1-dən 19-a qədər, əgər ədədlər tək ilə başlayıb, tək ilə bitirsə, orada tək ədədlərin sayı cüt ədədlərin sayından 1 artıq olur. Yəni, 1-dən 19-a qədər neçə dənə ədəd var? 18 dənə. Düzdür. Bu 18 dənə ədəddən təkin sayı cütün sayından bir vahid çoxdur. Çünki 1 ilə başlayıb 19, tək ilə başlayıb tək ilə qutarır. Yəni bu 18 ədəddən 9-u təkdir, 10-u cütdür. Daha doğrusu tərsini 9-u cütdür, 10-u təkdir. Gördünüz, həmən onu da burada tapmışıq. Deməli, burada neçə dənə 2220 yaranacaq? 10 dənə. 2220-ni də 10-a vuranda eləcək 22200 üstəgəl A. Doğru cavab olacaq C. Həmçinin də 11-də eyni o qayda ilə tapa bilərsiniz. Sonra 12. Görə 12-də nədir? 2 natural ədədin cəmi 474-dür. Onlardan birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır.
Bu ədədlərin fərqini tap. Deməli 2 natural ədəddir. Deməli ədədlərdən biri olsun A, B, bir də 1. Axırıncı rəqəmi 1-dir də deyir. Bax onlardan birinin axırıncı rəqəmi 1-dir. Qeyd elədim biri. Deyir əgər bu rəqəm silinərsə ikinci ədəd alınır. Yəni bu bizim AB 1, bu birinci ədədimiz. Bu biri silsək, ikinci ədəd alınır. Onda ikinci ədəd AB üstü xəttdir də. AB üstü xətt. Bu ədədlərin fərqini tapın. Və deyir ki, bu iki natural ədədin cəmi 474-dür. Mən bunları toplasam 474 eləməlidir. İndi toplayıram. Açılışını yazıram. 100A, üstə gəl B, üstə gəl 1, üstə gəl 10A, üstə gəl B, bərabər 474. 110A, A'ları islah elədim də. B ilə də B-ni toplayanda 2B, bərabər 473. Düz elədik. Yox, burada 10B-dir, 10B-dir. 100A üstə 11 üstə 1. Bu da 11B eləyir. 473. 473-ü də 4 ilə 3-ü toplayanda görürsünüz 7 eləyir. Deməli bu 11-ə bölünür. Hər tərəfi 11-ə bölürəm. 110-u böldüm 10-a. Üstə gəl B. 473-ü də 11-ə böləndə 43 qalır. 10-a üstə gəl B-dəki AB üstü xətt idi də. Deməli AB üstü xətt 43-dür. Deməli bizim ikinci ədədimiz 43-dür. Onda birinci ədədimiz olacaq 431. Çünki o axırında bir dənə əlavə 1 var idi də. Bizdən soruşur nə? Bu ədədlərin fərqini tapın. 431-dən 43-ü çıxıram. 11-dən 3 8. Burada qaldı 2. 2 də yoxdur. Bir pay verdim. 12-dən 4 88. 388 olmuş olacaq bizim cavabımız. 12-nin cavabı C bəndi. Həmçinin də 13 də eyni o qayda ilə gedəcək. 14. Nə deyir 14-də? Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-a bərabər olarsa, bu ədədlərdən ən kiçiyini tap. Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyünün cəmi 559-a bərabər olarsa, bu ədədlərdən ən kiçiyini tap. 100 dənə ardıcıl ədəddir. Yəni 1-dən 100-ə qədər deyil ha. Neçədəsə başlayır, neçədəsə bitir. Amma bunların ən böyüyü ilə ən kiçiyinin cəmi neçəyə bərabərdir? 559-a. 559. Gəlin bir ədədi silsiləni araşdıraq da. Ardıcıl 100 ədəddir. Biri olsun A1, biri olsun A2, biri olsun A3, A4, AN. Ardıcıl neçə dənə ədəddir burada? 100 dənə. 100 dənə ədəd var, özü də ardıcıldır. Deməli, A1 ilə AN-in cəmi birinci ilə axırıncı, birinci ən kiçikdir, axırıncı ən böyükdür da bu. Deyir ki, ən böyük ilə ən kiçinin cəmi 559. Yəni A1 ilə AN-in cəmi 559-a bərabərdir. Və bu ədədi silsilədəki ədədlər ardıcıl olduğuna görə silsilə fərqimiz 1-dir. Ardıcıl ədədlərin fərqi 1-dir axı. Bizdən bu ədədlərin ən kiçiyini soruşur. Yəni bizdən A1-i soruşur. Onda mən A1 olduğu kimi yazıram. AN nədir? AN A1 plus D vurulsun n çıx 1-dir də ədədi silsilə düsturu. Bərabərdə 559 yazıram. N də ki bilirəm ki 100-dür də. Çünki 100-dən ədəd deyil axı. Demək A1 üstə gəl A1 üstə gəl silsilə fərqimiz 1 oldu. 1 vurulsun n çıx 1. 100 çıxılsın 1 bərabərdir 559. 2A1 bərabərdir. 100-dən 1 çıxanda 99 qalır. 99-u da sağa keçirdirəm. 559-dan 99-u çıxıram. 0, 15-dən 9, 6, 460. A1 bərabər 460-ı 2-yə bölürəm. 230. Demək bu ədədlərin ən kiçiyi 230. Başa düşdünüz? 14-cü sual idi. Bu ki. Bax, ədədi silsilə burada bizim işimizə yaradı. Sonra keçirik 15-ə. Ən böyük 4 rəqəmli natural ədədlə ən böyük 2 rəqəmli natural ədədin fərqi ən böyük 1 rəqəmli natural ədəddən neçə dəfə böyükdür?
Gəlin araşdıraq. Ən böyük 4 rəqəmli natural ədəd. Burada rəqəmləri fərqli sözü olmadığına görə ən böyük 4 rəqəmli natural ədədi 9999 götürürəm. Ən böyük 2 rəqəmli natural ədəd isə 99-dur. Hı. Fərqi eləyir bunun 9900. Deyir ki, fərqi ən böyük bir rəqəmli ədəd natural ədəddən neçə dəfə böyükdür? Ən böyük bir rəqəmli ədəd də ki 9-dur. İndi 9900-ü 9-a bölsəm, 99-u 11 dəfə nə düşər? 1100. Doğru cavab olar C. Bu şəkildə deyə bilərik. Həmçinin də 16 da eyni o tipli sualdır. Gəlin 17-ci sualı araşdıraq görək. Yaza bilirim. Xədicə, qulaq asırsan, buradasan. Bəli, mənim buradayam. Hə. Tez çıxdıysan da ona görə soruşuram. 17. Cəmi 2500 olan 2 natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edib, digərinin sonundan 6 rəqəmini sildikdə alınan ədədlər bərabər olar. Həmin natural ədədlərdən kiçiyinin rəqəmlərinin cəmini tapın. Gəlin bunu da araşdıraq. Maraqlı bir sual. Cəm 2500-dür. 2 dənə ədədi toplamışıq. Cəmsi 2500 edib. Əgər bu ədədlərin cəmi 2500-dürsə, bunlardan biri mütləqdir ki, 3 rəqəmlidir. Çünki ikisi də bir rəqəmli olsa 2500 eləməz. İkisi də 2 rəqəmli olsa, ən çoxu 999, 999 olar. Hər ikisi tutaq ki, yenə 2500 eləmir. Deməli, bu ədədlərdən biri 3 rəqəmlidir. Ola bilərsiniz ki, 4 rəqəmli də ola bilər. İndi onu dəqiqləşdirmək lazımdır. Birinin sonuna 7 rəqəmin əlavə ediblər. Digərinin sonundan 6 rəqəmini sildikdə alınan ədədlər bərabər olar. Deməli, birinin sonundan bir rəqəm atıblar, birinin sonuna bir rəqəm yazıblar və bu ədədlər bir-birinə bərabərləşib. Deməli, birinin sonuna 7 yazıblar. Birinin sonundan 6 rəqəmi siliblər və bunlar bərabərləşib. Bu deməkdir ki, uşaqlar, bax, birinin sonuna 7 yazıblar, o birinin sonundan 6 rəqəmin çıxıblar. Demək, digərinin sonu 6 imiş də, o bir ədədin axırıncı rəqəmi 6 imiş, o 6-nı siliblər. Toplananlardan birinin axırıncı rəqəmini tapdıq. Bildinizlər necə tapdıq? Bəli. Bax, məsələn, bir də diqqətlə baxın. Deyir, birinin sonuna 7 rəqəmin əlavə edib, digərinin sonundan 6 rəqəmin sildi. Deməli, digərinin sonu 6 imişdi. O 6-nı siliblər, alınan ədədlər bərabər olar. İndi bizim birinci ədədimizin sonuna 7 yazmışıq axı və bu birisindən 6-nı silmişik. Ədədlər bərabərləşibsə, deməli, bu 6-dan qabaqçı ədəd 7 imiş ki, yəni ədədlər bərabərdirsə, eyni rəqəm olmalıdır. Deməli, bu 6-dan əvvəlki ədəd 7 imiş. Onda belə nəticəyə gəldik ki, bizim ədədlərdən birinin sonu 76-dır. Bizim ədədlərdən birinin sonu 76-dır. Hələ bunun neçə rəqəmli olduğunu bilmirəm, amma bilirəm ki, sonu 76-dır. İndi 2500-dən, deməli, 76-nı çıxsam, sonu 76-dır da. Deməli, o birisi ədədimizin sonu 24 ilə bitir. Deməli, o biri ədədimizin sonu 24 ilə bitirmiş və ora neçə yazmışdılar? 7 var idi orada. Sonunu 24 ilə bitirmiş 10 sonu. 10 sonuna 7 əlavə ediblər. 7 əlavə ediblər. Bu birisindən 6 siliblər. Yəni o birisi ədədimizin yox, burada düz demədiyək. 6 rəqəmin siləndən sonra demək 76 imiş. O birinin sonu bəli 24-dür. O biri ədədimizin sonu 24. Aha. İndi həmin natural ədədlərdən kiçiyinin rəqəmləri cəmini soruşur bizdən. İndi gəlin araşdıraq da. Görək bu kiçiyi hansı olar? Məsələn 24 olsa, onda o bir ədədimiz 2500-dən 24 çıxsam 2476 olar. Görək düz gələcək. Fərz elədik ki, kiçik ədədimiz 24-dür. O birisi neçə eləyəcək? 2476. Baxın uşaqlar. Birincinin sonundan 6-nı sildim. Bu birisi 24-ün axırına bir dənə 6 yazdım.
7 daha doğrusu. 7 yazdım. Hər ikisi 247 oldu mu? Oldu. Deməli, o ədədlərdən biri 24 imiş. Biri 2476 imiş elə. Deyək, kiçiyi 24-dür. Kiçiyinin rəqəmlərinin cəmini soruşur. Toplasaq, o da eləyəcək. Neçə? 6. Oldu. 17-ci sual idi da bu. Başa düşdü sual. Bəli. Oldu. Biraz, Bəli, müəllim. biraz qarışıq oldu elə biləm. Amma məsələn diqqətlə oxuyanda başa düşmək olur. Sonra 18. 2 ardıcıl cüt natural ədədin cəmi 66 olarsa, bu ədədlərin böyüyünü tap. 2 ardıcıl cüt natural ədəd. Uşaqlar, fərz eləyək ki, həmin ədədlərdən birincisi x-dir. Ardıcıl cüt ədəd dediyinə görə 2 artır da, onda o biri cüt ədədimiz x üstə 2 olacaq. Və bunların cəmi 66-dır. Bunları toplasam 2x üstə 2 edəcək. 66-ya bərabərdir. X bərabərdir 32. 66-dan 2-nin çıxdığının 64 bölüm 2 30. Demək, ədədlərdən biri 32-dir, biri də 32-nin üstünə 2 34. Bu ədədlərin böyüyünü tapın. Böyüyü 34-dür də. 34. Sonra 19-a baxaq. AB natural ədədlər və A vur B plus 3B 20 olarsa A-nın ala biləcəyi qiymətlərin sayını tapın. Demək, A-da naturaldır, B də naturaldır. Uşaqlar, o verilmiş ifadədə mən B-ni ortaq vurulub çıxardacağım. B vurulsun, mötərizədə nə qalacaq? A üstə gəl 3 bərabərdir 20. A və B natural ədədlərdir. Əgər uşaqlar A və B natural ədədlərdirsə, onda bu mötərizənin içərisi də naturaldır. Bax, bura, mötərizənin içərisi. Bu da naturaldır. Çünki naturalın üstünü üçgəni natural edir. B də naturaldır. 2 dənə natural ədədi vurmuşam bir-birinə 20 eləyir. Hansı natural ədədləri vursam 20 eləyər? 1-i 20-yə vursam 20 eləyər. 2-ni 10-a vursam. Sonra 4-ü 5-ə. 4-ü 5-ə. Və yaxud da 20-ni 1-ə, 10-u 2-yə, 5-i 4-ə. 5-i 4. Bu ədədləri vursam 20 eləyər. İndi B-nin yerinə 21 yazsam, bax burada B-nin yerinə 1 yazsam, onda A-nın yerinə neçə yazmalıyam? B 1 olanda A 17 eləməlidir. 7. 17. Çünki B 1 olsa 1-i A-nın yerinə 17 yazmalıyam ki, 17-nin üstünə 3 20 eləsin. Bir dəfə 20 20. B-nin yerinə 2 yazsam, A-nın yerinə 7 yazmalıyam ki, mötərizənin içərisində 10 eləsin. B-nin yerinə 4 yazsam, mötərizənin içərisində A-nın yerinə 2 yazmalıyam ki, 2-nin üstünə 3 5 eləsin ki, hasil 20 eləsin. İndi bu biri ədədləri qeyd eləsəm. B-nin yerinə 20 yazsam, mən A-nın yerinə onda gərək mənfi 2 yazsam, o da olmaz. 10 yazsam, A-nın yerinə gərək mənfi 1 yazsam, o da olmaz. Çünki natural olmalıdır axı. B-nin yerinə 5 yazsam, A-nın yerinə 1 yazmalıyam. Bu ödəyir. Bax, B-nin yerinə 5 qoysam, A-nın yerinə 1 yazmalıyam. Çünki 5-i 4-ə vursam ödəyərlər. Bizdən nə soruşurdu? A-nın ala biləcəyi qiymətlərin sayını tapın. Deməli, A 17, 7, 2, bir də 1. 4 dənə qiymət ala bilər də A. Başa düşdünüz bunu? Yəni, natural olduğuna görə hasili 20 eləyib natural olmalıdır. 20-ci sualda eyni o qayda ilə yazarsınız. Keçək sual 21-ə. Görə nə deyir? Mağazada kiçik, orta və böyük ölçülü akvariumlar var. Hər bir kiçik akvariumda 2, orta akvariumda 4, böyük akvariumda isə 6 balıq var. Bütün balıqların sayı 60 olarsa, mağazada ən çoxu neçə akvarium ola bilər? Mağazada ən çoxu neçə akvarium ola bilər? Uşaqlar, burada akvariumun sayı çox olması üçün biz nə etməliyik burada? Yəni, belə bax, deyir ki, balıqların ümumi sayı 60-dır, deyir. Ən çoxu neçə akvarium ola bilər? Akvariumun sayını çox eləmək üçün biz kiçik akvariumlar daha çox olmalı ki, sayı çox olsun da. Çünki kiçik akvariumlar daha az balıq tutur da. Başa düşdünüz mən? Onda biz burada bir araşdırma aparaq. Görək necə tapa bilərik ki, burada ən çoxu neçə akvarium ola bilər. Neyini?
böyük akvariumdan bir dənə götürsən, bir böyük akvariumdan bir dənə götürsən, bunun içərisində olacağını istə nə balıq? 6 dənə. 6. Orta akvariumdan da bir dənə götürsən, burada da 4 dənə balıq. Bax, böyük akvariumdan bir dənə. Balaca akvarium, orta akvariumdan bir dənə. Onda Kiçik akvarium. cəmsi demə 6 4. 10 dənə balıq getdi. Bax. Hə. Bir dənə böyük akvarium götürdüm. Onda 6 balıq var. Bir dənə də orta akvarium götürdüm. Onda da 4 balıq var. Balıqlardan 10 dənəsi getdi. İndi qaldı neçə balıq? 50 balıq qaldı. Hə. 50 balığı da yığacam kiçik akvariumlara. Kiçik akvariumlarda hərəsi 2 balıq tutur. Onda kiçik akvariumda neçə dənə olmuş olacaq? 25 dənə. Çünki 25 dənə hərəsinə 2-2 yerləşir də. Deməli bir dənə böyük, bir dənə orta, 25 dənə kiçik akvarium. Deməli ən çoxu 27 dənə akvarium ola bilər mağazada. Başa düşdünüz? Yəni burada mağazada kiçik, orta və böyük ölçülü akvariumlar var deyir də. Yəni sual yaranardı ki, bəs hamısını kiçik niyə götürmədik? Axı məsələdə deyir ki, kiçik, orta və böyük ölçülü akvariumlar var. Başa düşdünüz? Yəni o söz deyilməsəydi, biz onda hamısını kiçik sayardım. Elə deyərdim ki, 30 dənə məsələn. 22-yə baxaq. ABC natural ədədləri üçün A-nı B-yə vuranda 23, B-ni C-yə vuranda 11 olarsa A plus B plus C cəmini tapın. Demək, A-nı vurmuşuq B-yə 23. B-ni vurmuşuq C-yə 11. Fikir verirsinizsə, hər iki vuruqda B var. A vur B-də də B var. B vur C-də də B var. A-nı B-yə vuranda 23 alınıbsa, bu o deməkdir ki, 23 həm A-ya bölünür, həm də B-yə bölünür. B-ni də C-yə vurmuşam, 11 alınıb. Bu o deməkdir ki, 11 həm B-yə bölünür, həm də C-yə bölünür. İndi demək, onda nəticə belə olur ki, 23 də B-yə bölünür, 11 də B-yə bölünür. İndi siz mənə deyin görüm, həm 23-ün, həm 11-in bölündüyü ədəd neçədir? Həm 23 ilə 11-in bölündüyü ədəd 1-dir də. Birdən başqa nəsə, ortaq nəsə bölünmürlər axı. Onda biz tapdıq ki, B1-dir. B1-dirsə A 23 olmalıdır da. Onda C-dəki 11 olmalıdır. Bizə deyir ki, A plus B plus C-də tapın. 24, o da 11. 35. Doğru cavabımız. Həmçinin də 23-cü sualda eyni o qayda ilə yaza bilərsiniz. Sonra keçirik 24-ə. X, Y, Z natural ədədlərdir. Və bu natural ədədlər sözünü yadınızda saxlayın. 8Z X bərabərdir 2Z olarsa X üstəgəl Y üstəgəl Z cəminin ən kiçik qiymətini tapın. Əgər bu Y ilə Z naturaldırsa, onda burada Y ola bilər neçə? 8. Z ola bilər 7. X-dakı 2Z-dir də. X10 da neçədir? 2Z, yəni 14. Ən azı bu ədədlər ola bilər də. Bundan kiçik ədədlər ola bilməz axı. Yəni burada Y ilə Z-in yerinə 8 ilə 7-dən kiçik ədədlər yaza bilmirik. Nə soruşudur bizdən? Cəmin ən kiçik qiymətini 8, 7, 15, 15-in üstünə 14 gəlsək, doğru cavab alacaq 29. Sonra 25 də həmçinin eyni qayda ilə yazılacaq. 26. 26-da nə deyir? 3 ardıcıl natural ədədin cəmi 63. Ardıcıl ədədlər bilirik ki, bir-bir çoxalır da. Yəni birinci ədədimiz x-dırsa, ondan sonraki ədədimiz x üstəgəl 1-dir, ondan sonraki x üstəgəl 2-dir. Və bunların üçünü toplayanda deyir 63 eləyir. Toplasaq 3x üstəgəl 3 bərabər 63. Yəni x-ları islah elədim, 1 ilə də 2-ni islah elədim. 3x bərabərdir 63-dən 3-ü çıxıram 60. X bərabərdir 63-ə bölürəm 20. Nə soruşurdu? Bu ədədlərdən ən kiçiyi ilə ən böyüyünün hasilini tapın. X-i 20 tapmışam. Onda ən kiçik ədədim 20-dir. Ən böyük ədədim x üstəgəl 2 demişdim axı. O da olur 22.
20-də 22-yə vuranda 2 dəfə 22 44. Bir dənə də yandan 0 440. 440. 26 da oldu. 27. A, B və C natural ədədləri üçün A bərabərdir 7-də B bərabər 2C olarsa A, B, C hasilinin ən kiçik qiymətini tap. Yaxşı. A məxrəcinə 1 yazıram bunu. B-nin məxrəcinə 7 yazıram. 7 yazılıb daha doğrusu. 2C-dir də o, hə? 2C. Bunun da məxrəcinə 1 yazıram. A, B, C natural ədədləri üçün. Yəni bunlar hər üçü naturaldır. Şöyle bax yazılıb ki A bərabərdir. Bu məxrəcləri silirəm. Belə yazım çaşdıracaqsınız. Bax A bərabərdir. B bölünsün 7. Bu o deməkdir ki B-ni 7-yə böləndə A-nı verir. İndi mən A-nı 1 götürsəm əgər kiçik soruşduğuna görə ən kiçikləri götürürəm də. A-ya 1 desəm onda B 7 olmalıdır. Çünki 7-ni 7-yə böləm ki 1 qalsın. Onda C 2-də 1 olmuş olur. Çünki 2-ni 2-də 1-ə vursam 1 eləyər də. Bunların hamısının cavabı 1 eləməlidir ki, bərabər olsun. O da olmur. Çünki natural deyil axı. Natural. Onda A-nı 1 götürə bilmirəm. Çünki burada 2 vur C var axı. Onda A-nı 2 götürürəm. A-nı 2 götürsəm B 14 olmuş olacaq. Onda C-dəki 7 olmuş olacaq da. Çünki 2-ni 7-yə vursam onda. Çünki bunlar üçü də bir-birinə bərabərdir axı. Demək A 2-dir, Evet. B 14-dür, C 7-dir. Yəni ən kiçik qiymətləri bunlardır. ABC hasilinin ən kiçik qiyməti neçəyə deyəcək? 190. 100 neçə tapdıq? Yox, burada bu bir tərəfdən də bir yanaşma eləyək. Uşaqlar, tələşdik deyəsən. Bu bir tərəfdən də bir yanaşma eləyək. 2 vurulsun C-dir. C-ni 1 götürsəm 2 dəfə 1-ni 2 eləyir. B neçə olur onda? 14. Bax C-ni 1 götürdüm. 2 dəfə 1-ni 2. Onda B 14 olmalı. 14-ü 7-yə böl neçə qalır ki? Onda A-dakı 2 olur da. Çünki bunlar üçü də bir-birinə bərabər olması üçün. Demək A2, B 14, C-ni 1 götürə bilərəm. O da olur 2 dəfə 14, 28. Hasili 28 eləyə bilər. Biz soldan yanaşdıq, sağı fikrimizdən çıxartdıq. Sağdan da bir dəfə yanaşma edirik, alınır. Demək ən kiçiyi 28 ola bilər. Başa 28-ci sualda da sağdan yanaşma edin. Çünki orada 3 vurulsun var. Elə olanda daha tez tapacaqsınız. 29. Görək nə deyir 29-da. İnşallah görüntüdə problem yoxdur ki. Rahat görə Xeyr, bilirsiniz. müəllim. Yaxşı. Xeyr. 29. 2 rəqəmli ədədin əvvəlinə və sonuna 2 rəqəmi yazılarsa, alınan 4 rəqəmli ədəd verilən ədəddən 32 dəfə böyük. Demək, bir 2 rəqəmli ədədimiz var, AB üstü xətt. Bunun əvvəlinə də 2 yazırıq. Sonuna da 2 yazırıq. Alındı 2AB 2 üstü xətt. Deyir, alınmış ədəd 4 rəqəmli ədəd verilən ədəddən 32 dəfə böyük olar. Yəni bu 2AB 2 üstü xətti AB üstü xəttə bölsəm, cavab qalacaq 32. Həmin 2 rəqəmli ədədi deyir, tap. Çarpaz vuraq 32-nin məxrəci 1-dir. Açılışını yazsam olacaq 2000 üstəgəl 100A üstəgəl 10B üstəgəl 2. Bu birisi də 32 vurulsun 10A üstəgəl B-də. Yəni 320A üstəgəl 32B. Belə yazsaq, görək bu bizə nə kömək edəcək. 2000-dən 2-ni toplayıram. 2002 bərabərdir. Bu 100A-nın da 10B-ni keçirdirəm bərabərliyin sağına. 320-dən 100 çıxıram 220A üstəgəl 32-dən də 10 çıxıram 22B. Bu 220-dir ha. Burada A-nın 0 yazılmış. Belə bu şəkildə qeyd elədik. Hər tərəfi 22-yə bölürəm. 2002-ni 22-yə böləndə 91 qalır. 220-ni böləndə 22-yə 10A. O birisi də B.
Demək 10A üstə gəl B oldu 91. Şu an 10A üstə gəl B bizə AB üstü xətti verir. Yəni AB üstü xətt 91-dir. Yəni A 9-a uyğundur, B 1-ə uyğundur. Bizə nə soruşur? Həmin iki rəqəmləri də tapın. Həmin iki rəqəmlər də 91 imiş. 91. Bu 29. 30 da eyni o qaydadır. 31. 50 manat pulu olan Akif biri 3 manatdan ən çoxu neçə kitab ala bilər ki, onun qalan pulu 7 manatdan az olmasın. 7 manatdan az olmasın. Yəni bunun qalan pulu 7 manat ya da 7-dən çox olmalıdır. Gəlin bunu bərabərsizliğini həll edək. 50 manat pulu var Akifin. Başladı xərcləməyə. Biri 3 manatdan neçə kitab alsın? X kitab. X sənə kitab alsa 3x pul verəcək o kitab. Demə mən bu 50-dən 3x-i çıxsam, deyir onun pulu 7 manatdan az olmasın. Yəni ya 7 olsun ya da 7-dən çox olsun. Böyük bərabərlik. Demə mənfi 3x böyük bərabərdir. Mənfi 43. 50-ni sağa keçirtdim. 7-dən çıxdım. Hər tərəfi mənfi 3-ə bölürəm. Bərabərsizliyi mənfiyə bölündə işarəni dəyişirəm. X kiçik bərabərdir. 43-ü 3-ə bölürəm. 14/3-də 1. Düzdür. 43-ü 3-ə böləndə 14/3-də 1. Yəni x 14/3-də 1-dən kiçikdir. Deyir ki, ən çoxu neçə kitab? Uşaqlar, kitab sayı natural olmalıdır axı. İndi 14/3-də 1-dən kiçik olan ən böyük natural ədəd neçədir? 14. 14/3-də kiçik olan ən böyük natural ədəd 14. Deməli bu Akif ən çox 14 kitab ala bilər. 14 kitab alsa nə qədər eləyir? 42 manat eləyir. Qalan pulu da 8 manat olur. Və 7 manatdan az olmadı ki, xeyr. 15 kitab alsaydı bu 45 manat vermiş olardı. 3 manat da kitab. Onda 5 manat pulu qalardı. Bunun 5 manat qalırsa 7-dən az olur axı. Bizə deyir qalan pulu 7-dən az olmaz. Sonra 32-ni də eyni qayda ilə yazacaqsınız. 33. 4x çıxılsın 3 və 3y üstə gəl 2. Qarşılıqlı sadə ədədlərdir. Bax bu. 4x çıx 3 ilə 3y plus 2 qarşılıqlı sadə ədədlər olarsa. Demək aşağıda yazıb 22 vurulsun 4x çıxılsın 3. 58 vurulsun 3y üstə gəl 2. Olarsa xy hasilini tap. Uşaqlar, bu misalda biz belə baxanda deyə bilərik ki, bayaqki kimi də məsələn 7a bərabər 5b olanda a-ya 5 deyirdim, b-yə 7 deyirdik, düzdürmü? İndi burada da elə bir ki 22a-la 58b-dir. Onda mən burada 4x minus 3-ə deyək ki 58 desəm, 3y üstə gəl 2-yə də 22 deməliyəm. Amma yazıb ki yuxarıda 4x minus 3 və 3y plus 2 qarşılıqlı sadədirlər. Qarşılıqlı sadə ədədlərin ortaq böləni 1 olmalıdır. 58 ilə 22-nin ortaq böləni 1 deyil axı. Onda mən verilmiş ifadəni ixtisar edirəm, sonra yazacağım. Hər tərəfi 2-yə bölürəm. Qalır 11 vurulsun 4x çıxılsın 3 bərabərdir 29 vurulsun 3y çıxılsın 2. İndi belə yazsam həqiqətən də doğru olur. Yəni 4x minus 3 olur 29. 3y plus 2 də olur 11. Çünki 11 vurur 29 bərabərdir 29 vurur 11. 29 ilə 11 qarşılıqlı sadədir. Biz bunu xy tapmaq üçün bunu nə etməliyik? Sistemdə yazmalıyıq. Sistemə ehtiyac yoxdur çünki bir dəyişənlik axı bura. Demək 4x çıxılsın 3-ə 29 dedim. 3y üstə gəl 2-yə də 11 dedim. Buradan 4x bərabərdir 32, x bərabərdir 8. 3y bərabərdir 9, y bərabərdir 3. Xy hasili 6 və 24. Bəli, 3 dəfə 8-in 24 olmuş olacaq. Və 34-cü sualda eyni bu qayda ilə yazılacaq.